Bu gün Azərbaycanın geoloji quruluşu, tektonik zonaları və relyefi haqqında bəzi çaşdırıcı məqamları, bilinməyən məqamları qeyd etmək istəyirəm. İlk öncə başlayaq geoloji quruluş, süxurlar haqqında. Biz deyirik ki, Böyük Qafqazın və Kiçik Qafqazın yüksək dağlığında və daha aşağıda Mezozoyun, Yura təbaşir çöküntüləri yayılmışdır. Böyük Qafqazda yüksək dağlıqda Mezozoyun, Yura çöküntüləridir. Daha aşağıda isə orta alçaq dağlıqda Mezozoyun, təbaşir çöküntüləridir. Amma Kiçik Qafqazda bu belə deyil. Kiçik Qafqazda böyük bir ərazidə inversiya baş verir. Yüksək dağlıqda təxminən bu ərazidə Mezozoyun təbaşir çöküntüləri yayılmışdır. Daha aşağıda orta alçaq dağlıqda isə bu hissələrdə Mezozoyun, Yura çöküntüləri yayılmışdır. Yəni Böyük Qafqazın tam əksinə burada inversiya baş verir. Kiçik Qafqazda bir fərqlilik də qeyd edə bilərik. Vulkanik yaylada. Vulkanik yayla ərazisində Kaynazoyun 4-cü dövr çöküntüləri, vulkan çöküntüləri yayılmışdır. Bilirik ki, Azərbaycanda cavan süxurlar adətən düzənliklərdədir, amma vulkanik yaylada da cavan süxurlardır. Kaynazoyun 4-cü dövr vulkan süxurları yayılmışdır. Tektonik zonalardan bəzi məqamları qeyd edək. Məsələn, Qusarmali düzənliyinin bir hissəsi Ön Qafqaz tektonik çökməsinə aiddir, bir hissəsi isə Böyük Qafqaz tektonik qalxmasına aiddir. Yaşma düzü Böyük Qafqaz tektonik qalxmasına aiddir. Kür-Araz ovallığında hər ərazi okean səviyyəsindən aşağıda deyil. Məsələn, burada Mil düzünün qərb hissəsi, Şirvan düzünün şimalı, Qarabağ düzü, sonra burada Bozdağ silsiləsidir, Palantökən silsiləsi, sonra Çobandağ silsiləsidir. Bunlar Kür tektonik zonasında yerləşir, Kür çökməsində yerləşir, amma okean səviyyəsindən yuxarıda yerləşirlər. Və Kür çökməsinin ən yüksək zirvəsi də elə məhz burada Çobandağ silsiləsindəki Çobandağ zirvəsidir. 890 metr hündürlüyü var və Gürcüstanla sərhəddə yerləşir. Gürcüstanla sərhəd demişkən, burada Qarayazı düzündə qeyd edə bilərik. Kür çayının sol sahilində yerləşir. Bəzən Qarayazı düzünü Kürün hər iki sahilində qeyd edirlər, amma Kürün sol sahilində yerləşir. Amma Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayının hər iki sahilində yerləşir. Və bu ərazidə Eldar Şamı qoruğu da yerləşir Gürcüstanla sərhəddə. Onu da qeyd edək. Sonra Ermənistanla sərhəddə onu qeyd edə bilərəm ki, Qarabağ vulkanik yaylası Ermənistanla sərhəddə yerləşir. Amma Qarabağ silsiləsi sərhəddə deyil. Bunu bəzən abituriyentlər çaşırlar. Qarabağ silsiləsi Ermənistanla sərhəddə deyil. Qarabağ düzü də burada yerləşir. Sonra Kür çökəkliyi tektonik zonasına aid olan düzənliklərdən aşağı arazboyu düzənlikləri göstərə bilərik. Gəyən düzü, İncə düzü və Hərəmi düzü. Gəyən düzünün hündürlüyü İncə düzündən çoxdur, İncə düzü isə Hərəmi düzündən daha hündürdür. Yəni hündürlük Gəyən Hərəmi istiqamətində buradan bura doğru, şərqə doğru azalır hündürlük. Naxçıvanda Arazın sol sahilində yerləşən düzənliklər var. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan düzü, Gülüstan, Yaycı, Ordubad düzləri. Bu düzlərin 4-ü Sədərək, Şərur, Böyükdüz və Naxçıvan düzü bura qədər. Bunlar yerləşir Orta Araz əyilməsində, Orta Araz tektonik zonasında. Amma Gülüstan, Yaycı, Ordubad düzləri yerləşir Kiçik Qafqaz tektonik qalxmasında. Eyni zamanda Zəngəzur silsiləsi burada cənuba doğru uzanır və həqiqətən də görürük ki, Gülüstan, Yaycı, Ordubad düzləri bu 4 düzdən, Sədərək, Şərur, Böyükdüz, Naxçıvan düzlərindən daha hündürdür. Yüksəkliyi daha çoxdur. Ona görə də bura Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Dərələyəz, Zəngəzur silsiləsi də, Talış dağlarında Brovar, Peştəsər, Talış silsiləsi də Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Amma Lənkəran ovalığı Kür çökəkliyi tektonik zonasına aiddir. Sonra burada Şahdağ silsiləsində Ömər aşırımı yerləşir, hündürlüyü 3261 metrdir. Gəncə Qazax düzünün Tovuz rayonu ərazisində yerləşən hissəsi Xunan düzü və ya Xunam düzü adlanır. Kürün sağ sahilində yerləşir Gəncə Qazax düzü. Sonra Kür çayının sağ sahilində və Araz çayının sol sahilində yerləşən düzənlik Mil düzüdür. Kür çayının sağ sahilində həm də Araz çayının sağ sahilində yerləşən düzənlik Muğan düzüdür. Mil Muğan düzünün, Qarabağ düzünün, Şirvan düzünün Xəzərə çıxışı yoxdur. Amma Salyan düzünün, Cənub-Şərqi Şirvan düzünün Xəzər dənizinə çıxışı var. Xəzərin sahilində yerləşən düzənliklərə biz abrazyon düzənlikləri də deyə bilərik. Abraziya dalğaların dağıdıcı fəaliyyətidir. Dəniz sahilində yerləşən düzənliklərə belə deyirik. Acınohur düzü Daşüz və Xocaşen silsilələri arasında yerləşir. Mingəçevir su anbarının şimalında Xocaşen silsiləsi, cənubunda Bozdağ silsiləsi yerləşir. Burada Qubadlı rayonu ərazisində Yazı yaylası yerləşir. Bərgüşad və Həkəri çayları arasında eyni zamanda.
Yazı yaylası Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Baş Qafqaz silsiləsində, baş tutarıcı silsiləsində ən yüksək zirvə təbii ki, Bazardüzü zirvəsidir. Rusiya ilə sərhəddə yerləşir. Qusar rayonu ərazisində. Bazardüzdən sonra ikinci ən yüksək zirvə Respublikamızın ərazisində. Yenə Qusar rayonu ərazisində Zəfər zirvəsidir. Zəfər zirvəsini bəzən elə bilirlər Kiçik Qafqazdadır, amma xeyr, Böyük Qafqazda Qusar rayonu ərazisindədir. 4301 metr hündürlüyü var. 4301 metr Zəfər zirvəsi Qusarda.